раздаток во Por всю capo di Ermənistanda iyunun 7-sində keçiriləcək parlament seçkiləri baş nazir Nikol Paşinyanın 8 illik hakimiyyəti üçün ciddi sınaq sayılır. 2020-ci il Qarabağ müharibəsindən, Ermənistanın regional siyasətdəki dönüşündən və Moskva-Yerevan münasibətlərində yaranan gərginlikdən sonra keçiriləcək seçkilər həm daxili siyasi balansı, həm də Cənubi Qafqazın geosiyasi gələcəyini müəyyənləşdirə bilər. Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Razılığı partiyası seçkilərin əsas favoriti sayılır. Partiya kampaniyanı təhlükəsizlik, sabitlik və sülh gündəliyi üzərində qurub. Paşinyan seçicilərə mesaj verir ki, Ermənistanın yeni müharibədən yayınması, iqtisadi sabitliyi və Qərblə yaxınlaşması yalnız hazırki hökumətin davam etməsi ilə mümkündür. Partiya Paşinyanı yenidən baş nazir postuna namizəd kimi təqdim edib. Paşinyanın əsas rəqibləri arasında keçmiş prezident Robert Koçaryanın Hayastan Alyansı, milyarder Qagik Tsarukyanın Çiçəklənən Ermənistan partiyası və Samvel Karapetyanla əlaqələndirilən Güclü Ermənistan bloku göstərilir. Rusiya vətəndaşı olan erməni milyarder Samvel Karapetyan Paşinyanın əsas rəqibi hesab edilir. O, son aylarda müxalifətin əsas fiquruna çevrilib. Karapetyan Rusiyada fəaliyyət göstərən Taşir Qrup Holdinginin sahibidir. Analitiklər onu Rusiyanın Ermənistandakı yeni siyasi layihəsi kimi xarakterizə edir. Onun partiyası açıq şəkildə Moskva ilə daha yaxın münasibətləri müdafiə edir və Ermənistanın Qərb-Rusiya qarşıdurmasının meydanına çevrilməməli olduğunu bildirir. Partiya həmçinin Ermənistan Apostol kilsəsinə yaxın mövqeyi ilə seçilir. Samvel Karapetyan 2025-ci ilin iyununda Paşinyanın Apostol kilsəsinin yepiskopu II Qarecinə qarşı kəskin çıxışlarını sərt tənqid edərək onu kilsəyə və xalqa qarşı hücumlar təşkil etməkdə ittiham edib. Karapetyan bu bəyanından sonra hakimiyyətin zorla ələ keçirilməsinə çağırış ittihamı ilə həbs olunub, bu ilin yanvarında isə ev dustaqlığına buraxılıb. Samvel Karapetyanın namizədliyi hüquqi mübahisələr də yaradıb. Ermənistan qanunlarına görə baş nazirliyə namizəd yalnız Ermənistan vətəndaşı ola bilər. Karapetyanın isə Rusiya və Kipr vətəndaşlıqları olub. O, seçkilərdə iştirak etmək üçün həmin vətəndaşlıqlardan imtina etdiyini açıqlayıb. Buna baxmayaraq, müxalifət daxilində onun vətəndaşlıq statusu haqqında suallar qalmaqdadır. Seçkilər həm də Ermənistanın xarici siyasət kursu ətrafında referendum kimi görünür. Aprel ayında Putin Paşinyanla Moskvadakı görüşdə Ermənistanın həm Avropa İttifaqına yaxınlaşmasının, həm də Rusiya liderliyindəki Avrasiya İqtisadi İttifaqında qalmasının uyğun olmadığını deyib. Paşinyan isə Rusiya ilə əlaqələrin vacibliyini vurğulasa da, Avropa ilə əməkdaşlığı davam etdirmək istədiyini bildirib. Putin seçki öncəsi Rusiya yönümlü fiqurların həbslərini tənqid edib. Paşinyan isə Rusiya pasportu daşıyan ikili vətəndaşların seçkidə iştirakına məhdudiyyətləri xatırladıb. Putin rəsmi açıqlamalarında Ermənistan seçkilərinə birbaşa müdaxilə etməsə də, Moskva Ermənistanın tarixi müttəfiq olaraq qalmalı olduğunu vurğulayıb. Paşinyan isə cavabında Ermənistanın suveren dövlət olduğunu bildirib və ölkənin daxili siyasi qərarlarının xaricdən diktə edilə bilməyəcəyini deyib. Qərbin Ermənistandakı seçkilərə münasibəti də diqqət mərkəzindədir. ABŞ və Avropa İttifaqı açıq şəkildə hansısa namizədi dəstəklədiyini bəyan etməsə də, Qərb institutları Paşinyanı Rusiyanın təsirindən qismən uzaqlaşmağa çalışan siyasətçi kimi qiymətləndirirlər. Bir sıra Avropa və ABŞ analitikləri hesab edir ki, Paşinyanın hakimiyyətdə qalması Ermənistanın Avropa yönümlü kursunu davam etdirməsi üçün vacibdir. Qərbin yanaşması Paşinyan üçün açıq siyasi dəstəkdən daha çox Ermənistanın Qərbə yaxınlaşmasını dəstəkləmək formasındadır. Ermənistan mayda tarixi Avropa İttifaqı Ermənistan sammitinə ev sahibliyi edib və Avropa İttifaqı qlobal şəbəkə çərçivəsində 2,5 milyard avroya qədər investisiya vəd edib. The Guardian, Avropa İttifaqının seçki öncəsi Ermənistana Rusiya dezinformasiyası, kiberhücumlar və müdaxilə cəhdlərinə qarşı ekspert qrupu göndərdiyini yazıb. Azərbaycan tərəfi də seçkiləri diqqətlə izləyir. Ölkə prezidenti İlham Əliyev mayın 10-da Zəngilana səfəri zamanı etdiyi çıxışında bildirib ki, Ermənistanda Azərbaycana nifrətlə yanaşan qüvvələr var və onlar hakimiyyətə gələrlərsə, erməni xalqı üçün problemlər yarana bilər. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq.
Ermənistanda seçki qabağı kampaniya mayın 8-də başlayıb və iyunun 5-də başa çatacaq. İyunun 6-sı sükut günü, iyunun 7-si isə səsvermə günüdür. Seçkidə 19 siyasi qüvvə, 17 partiya və 2 alyans iştirak edir. Ekspertlərin əksəriyyəti hesab edir ki, Paşinyan hələ də seçki yarışının favoritidir. Lakin əvvəlki illərlə müqayisədə mövqeləri zəifləyib. Beynəlxalq Respublikaçılar İnstitutunun sorğularına görə, Vətəndaş Razılığı Partiyasının reytingi 2021-ci illə müqayisədə ciddi şəkildə aşağı düşüb. Bununla belə, müxalifətin parçalanması Paşinyanın üstünlüyünü qorumasına kömək edir. Analitiklər 3 əsas ssenarini mümkün sayırlar. Paşinyanın yenidən təkbaşına hakimiyyət qurması, koalisiya hökumətinin formalaşması və ya Rusiyaya yaxın qüvvələrin güclənməsi. Bununla belə, ekspertlərin böyük hissəsi hesab edir ki, Ermənistanın iqtisadi və təhlükəsizlik reallıqları istənilən hakimiyyəti həm qərblə, həm də region ölkələri ilə münasibətləri balanslaşdırmağa məcbur edəcək.